Yəni burada müharibənin qalibi yoxdur. Yəni burada İranın da daşda dağılır, İranın qalibiyyətini rejim özünü saxlayacaqsa bu onun qalibi sayma olar. Bunu sonra danışarıq. Amma mən nə istəyirəm ki, elə bu mövzuya gəlmişkən, Amerika Birləşmiş Ştatları sizcə bu ikinci danışıqlar raundunu niyə uzatdı? Yəni Trump axı əvvəlcədən dedi ki, olmasa yenə də qanqad olacaq, elektrik qiyamət olacaq filan. Və niyə geri durdu sizcə? Qalibi yoxdur deyirsiniz. Yəni belə fikirlər var ki, Amerika istəsə bir günə İranı məhv eləyər. Doğru deyilmi? Yəni bu yanaşma düzgün deyilmi? Və Trump niyə geri çəkildi? Düzgün deyil. Bəli, Amerikanın istər Rusiyanın əlində olan silahlarla, atom silahlarla dünyanı məhv eləyə bilər. Nəinki İranı. Yox, mən nüvəni işə salmadan eləyə bilməzmi? Eləyəməz, yox. Eləyə bilməz. Mümkün deyil. Niyə? Yox, faktdır. Bax, xalqların mən həmin fikrə gətirmək istəyirəm əsasən, çünki mənim öz hədəfim var da. Bütün çıxışlardan məqsədim millətin rolunu qabartmaq. Yəni millət olursa, bir daha deyirəm, bax Sovet imperiyası kimi quduz bir rejim Almaniya ilə müharibə elədi, 50 milyondan artıq insan qırıldı, ancaq möhkəmləndi. Görürsən, burada ancaq bizdən başladı milli azadlıq hərəkəti, silahsız, qansız, cəhd elədi, dağıldı, saxlaya bilmədi. Yəni, xalqların rolu ən həssas həll edici rol xalqların roludur. Məsələn, indi orada deyirlər də ki, bizim milli azadlıq hərəkəti məhz təkcə Azərbaycanda yox da, bütün dünyada xalqların özünə inamını öldürməkdən ötürü, nə deyirlər? Deyirlər, Amerika dağıtdı, nə bilim, Qarbaçovla Reyqan cəmidə oturdular, bunun planıncısıdılar. Güya bunlar, Amerika qardaş, SSR yaranan gündən, SSR-in ideyası nə idi ki? Dünya kapitalizminə qarşı savaş verirdi. Yəni, dünyada bütün kapitalizm sistemini dağıdıb sosializm sistemi yaradacaq. Qərbdə, NATO-da, Qərb blokadası da SSR-in dağıtmaqdan ötürü yaranmışdı. Konkret o, bunlar əvvəldə niyə dağıda bilmirdi? Və yaxud da indi gəlirəm həmin şey. İran yaranan gündən nə İsrail onu tanımır, nə Amerika tanımır. Dağıtmaq istəyir. Dağıda bilmədi ki. Və indi də konkret silahlı müharibəyə keçdi də. Yəni, dünyanın bir növ super gücü, mən deyirəm super gücü yox, super gici. Netanyahu da super bici. Bu super biclərin əlində super biclər həmin super gicləri idarə edir. Amerikanı idarə edir faktik olaraq. Yəni, işə salıbdır, bütün hərbi nəticə əldə eləyənmədir ki, və eləyə bilməyəcək də. İlk gündən demişəm, mümkün deyil. Çünki artıq orada xalqlar, məsələn, tutaq ki, mən özümü müqayisə edirəm də, mən İranın dağılması üçün, Azərbaycanın müstəqilliyi üçün qurban verə bilməyəcəyim heç nəyim yoxdur. Ancaq mən görəndə ki, tutaq ki, Amerika hücum edir, gəlir oranın sərvətini, oranı işğal eləməyə. Mən ona dəstək verirəm. Dəstək verirsən, xarici düşmənə sən artıq nə inirsən, elə bir milli təsəbbüsü var, milli əxlaq var, milli mənəviyyat var. Düzdür, deyirlər, indi reklam edirlər ki, nə bilim, xalqlar İranı dəstəklədi, xalq rejimin arxasında boş söhbətdir. Xalq dayanmadı. Xalq sadəcə olaraq Amerikaya, İsrailə dəstək vermədi. Həmin vəziyyətdə rejimə qarşı qalxmadı. Biri var, bir anlıq təsəvvür, bu rejim 47 ildir molla istehsal edir. Bunun 500 mindən artıq molla var, onun hərəsinin 2 nəfər ailə üzvü olsa, bu milyonlar eləyir. Yəni, o rejimin dəstəyə çıxan o xalq deyil. Rejimin elə onun ittilatını müqayisə elə, o məmurları müqayisə eləsən, bəsici 10 milyondan artıq bunun məmuru var, məmur ordusu var. 10 milyonun içərisində məmur ordusu olan bir ölkədə 100 min, 50 min meydana çıxmağı böyük bir rəqəm deyil axı. 95 milyonun içində bu böyük bir rəqəm. Xalq sadəcə olaraq bilinçli şəkildə, şəxsən mən də öz tərəfimdən bütün silahdaşlarımıza, dostlarımıza göstəriş verdik ki, qəti şəkildə bu rejimi dəstəkləmir ya. Amerikaya dəstək vermək olmaz. Bu vətənə xəyanətdir, bu millətə xəyanətdir. Mən bu rejimdən mütləq səviyyədə əminəm ki, bir daha bax bunu vurğuluyuram. Demişdim ki, nə Amerika orada bir qələt eləyə bilməz, nə İsrail orada qələt eləyə bilməz. Niyə? Çünki bazası yoxdur, xalqların dayağı yoxdur. Yəni Amerika, o cümlədən də bunların səhv yanlışı şahın palaniləri gətirdilər gündəmə. Bütün İran xalqlarının düşmənidir. Ondan sonra PJK-yə atdılar, Kürt terrorizminə. Ondan sonra IŞİD-ə.
Yəni bunlar artıq məqsədləri aydın idi. Burada yəni biz o qədər axmaqdır ki, götürüb buna dəstək versin. Gəlib oranı işğal eləsəydi, nə olacaqdı? Biz Amerikanın əlindən, İsrailin əlindən o torpaqları ala biləcəkdik. Heç hakim olacaqdı. Və ona görə İran rejimində xalqlar İran rejiminə dəstək vermədi. Yanlışdır. Bu rejimin kifayət qədər deyirəm 10 milyondan onun ordusu var da, belə götürəndə dövlətdən bəhrələnən. O 10 milyon içindən 100 min, 200 min adam meydana çıxmayıbdır. Xalq sadəcə Amerikaya, İsrailə dəstək vermədi. Susdu. İndi bir daha mən bir mənalı şəkildə, bax, altını çizirəm. Dünyanın süper gücüdür da, İsraildəki fövqəlbəşər bir varlıq sayır özünü. Elədir? Heç neyləmədir hər şey. Yox. Mən mütləq səviyyədə dedim. Güney Azərbaycan, İran məsələni Cənubi Azərbaycan həll edəcək. Bax, biz həll edəcəyik. Neymət pənahlılar həll edəcək. Oradakı azadlıq aşıqları həll edəcək. İranın taleyi asılı Güney Azərbaycandan. Və bir mənalı şəkildə dedim, xalq ayağa qalxandan sonra dünya tarixində yüzlərlə nümunə gətirmək olar ki, Ləman xanım 10 minlik ordu ilə, sərkərdə ağıllı, sərkərdə 10 minlik ordu ilə 100 minlik, 200 minlik orduları dağıdan sərkərdələr olub. Ancaq dünya tarixində xalqla savaşa girib qalib gələn rejim yoxdur. Xalq kütləsi ilə, əli silahsız xalq kütləsi ilə savaşa girib orada qalib olan rejim, ordu yoxdur. Ona görə də bu rejim müvəqqəti olaraq bunlar, İran rejimi özünün, İran qələbəsi odur ki, rejim getmədi, getməyəcək. Ancaq iqtisadiyyatına vurulan zərbələr var, sənayesi dağılıb, orada İran çox acınacaqlı bir vəziyyətdədir bu dəqiqə İranda yaşayış səviyyəsi. Əhalində deyirlər ki, bu rejimidir, nə? Rejimin mollaların ac qalacaqdır. Rejimdə hakimiyyətdə olan ittilatın nümayəndələri ac qalır. Xalq yaman gündədir də. Təbii. Millət yaman gündə qalır da. Acınacaqlı vəziyyətdə kim düşür? Bu iqtisadi böhranlardan, bu müharibələrin gətirdiyi xalqlara gətirir də. Xalqlar çəkir bu bəlanı. Ona görə xalqlar da özü öz taleyini həll eləməlidir. Və bir daha da vurğulayıram, Güney Azərbaycana təşəkkürümü bildirirəm ki, burada alətə çevrilmədi. Nə Amerikanın əlində, nə İsrailin əlində öz zamanımızı gözlədik. Bu prosesdə biz imkan vermədik ki, istifadə edilsin bizdən. Ancaq mütləq səviyyədə bizim davamımız qabaqdadır. Biz Azərbaycanın güneyinin də mütləq və mütləq istiqlalına nail olacağıq və ondan sonra da Amerikası da, İsraili də, İngilisi də başa düşməlidir ki, bizlə hesabla. İran demək Azərbaycan deməkdir. Birinci növbədə. İran Azərbaycan deməkdir. İran əhalisinin 52% rəsmi mən rəqəm deyirəm. 52% Azərbaycan türküdür. Türkmənləri də götürsək, Qarabağları da götürsək, Seyid türklər, o biri türkləri də götürsək, 50 milyondan artıq türkdür. Türk dünya ölkəsidir. Yəni, türk də heç vaxt vətəninə xəyanət edəməz. Və burada götürürlər ki, İran rejimi, bu rejimə sədaqət deyil, rejimə xidmət, vətənə sədaqət.